Salam, hörmətli izləyicilərim. Mən sizə bugün kələm dolmasının hazırlanma qaydasını öyrədəcəm. Bunun üçün bizə nə lazımdır? Birinci kələm, çəkilmiş ət, quyruqlu, demək göylərdən reyhan, nanə, bir də şüyüd. Bir də kəvər tökülür. Məndə kəvər olmadığına görə quru kəvər tökəcəm. Düyü, duz, soğan, tomat, bir də hayva qatıram mən arasına. Demək, bunları nə edirik? Əvvəlcə, demək, ətimizi, içərisinə düyümüzü, soğanımızı, bir də göylərimizi qarışdıraq. Qıraqda da su qoymuşuq ki, kələmlərimizi biraz yumşaldaq ki, bükəndə qırılmasın. O suyun içərisində biraz pörtlədirik. İndi başlayaq, gedək kələmimizi qoyaq, pörtləsin, ona kimi ətimizi qarışdıraq. Hörmətli izləyicilər, mən burada suyu qoymuşam, görürsünüz, yavaş-yavaş qaynayır. Kələmlərimi də belə yarpaq-yarpaq çıxartmışam və bunun içərisinə qoyuram. Demək, beləcə üstündən basırıq ki, altına da geçsin və islansın, biraz pörtləsin. Demək, biraz yumşalsın. Yumşalan kimi biz bunu çıxardırıq və bükürük ki, qırılmasın. Belə isti suda bir-iki buğum qaynadırıq. Demək, əvvəlcə beləcə eləyirik. Biraz keçmiş, biraz qaynayan kimi altını üstünə, üstünü də altına çeviririk. Kələmimiz orada pörtləyənə kimi biz soğanımızı tökürük. Suya çəkib qoyduğumuz yumru düyünü tökürük. Demək, uzun düyü tökmək olmaz. Yumru düyü tökmək lazımdır və dediyim kimi kəvərimizi qurutmuşam, quru kəvər tökürük. Bir də bu göylərimizi doğrayacaq. Demək, şüyüddür, belə şüyüddür, reyhandır, bir də adcana da nanədir. Gördüyünüz kimi indi şüyüdümüzü doğrayırıq. Şüyüddür, kəvərimizi tökmüşük, quru kəvər tökdüm mən. Əgər varınızsa təzə kəvər tökə bilərsiniz. Bir də indi reyhanımızı doğrayaq. Sonra isə nanəmizi doğrayaq. Kələmimiz də orada yavaş-yavaş pörtlüyür. Gördüyünüz kimi göylərimizi doğradıq və duzumuzu tökürük. İstot, duz, istot öz zövqünüzə görədir. Sonra isə bunları yaxşıca qarışdırırıq bir-birinə. Və qarışdıraq. Gördüyünüz kimi indi kələmimiz belə qaynayır. Biz bunu belə çeviririk o biri tərəfinə. Demək, belə altını üstünə, üstünü də altına. Altı yumşalır. Bir-iki buğum da belə, adcana da beləcə qaynayan kimi tez keçirdirik. Biraz isti suda saxlayıb çıxardırıq. Gördüyünüz kimi bir azcana da kələmimiz belə o tərəfini qaynadı. Fikir verirsiniz. Hamısı yumşalır. Və bunu beləcə sudan çıxardıb quru bir qaba qoyuruq. Belə.
ətimizi də orada qarışdırmışıq. Gedib indi demək kələmlərimizi belə doğramışıq. İndi bunları beləcə büküb qazanımıza yığırıq və beləcə lay-lay qazanımıza yığırıq. Demək bir lay dolmanı büküb qoymuşuq. Üstündən demək hayvamızı kəsib doğrayırıq. Sonra bir lay yenə dolmamızı büküb qoyuruq. Gördüyünüz kimi dolmalarımızı beləcə bükürük və qazanımız dolur. Dediyim kimi arasına da hayva yerləşdirmişik bir qat. İndi suyunu töküb qoyacaq pişməyə. İndi dolmalarımız tam hazırdır və indi biz buna demək üstünə çıxmayana qədər su tökürük də. Hardasa belə suyu tökürük, görsənir ki, su, amma çox üstünə çıxana kimi tökmürük və ağzını örtürük. Vamxodda başlayır pişməyə. Sonra biz bunun tomatını yağda qovurub içinə tökəcəyik. Mən bunları sizə öyrədəcəm. Gördüyünüz kimi indi burada yeməyimiz belə pişir. İndi bu pişənə yaxın biz buna yağın içinə biraz tomat atıb, dağılmış yağın içinə belə bir sos falan bir şey qaydırıq və yeməyimizin üstündən tökürük. İndi yeməyimiz belə qaynayır. Bu qaydığımız sosu bunun üzərinə tökürük. Çox gözəl və tamlı alınır. Bir-iki buğum da bu sosla qaynadıktan sonra dediyim kimi altını da vamxodda qoyursuz. Öz yağına düşür. Çünki içərisində quyruq da var idi bunun. Biraz da yağla elədik. İndi biraz da bundan biraz qaynayıb keçirdəcəyik və süfrəmizə verə bilərik. Gördüyünüz kimi bizim kələm dolmamız hazırdır. Süfrəmizə verə bilərik. Çox gözəl və tamlıdır. Arasında heyva da var. Demək bu qədər. Əgər xoşunuz gəldisə like qoymağı unutmayın. Bizə dəstək olmaq üçün kanalımıza abunə olmağı da unutmayın. Sizə əvvəlcədən öz minnətdarlığımı bildirirəm. Çox sağ olun.